yoxla görə ya buradan. Səhvə yol verirsən Kənan. Adınızı yazırsınız bura. Mən sonra güzgünü belə qoyacağıq bu adınızın sonundan. Əgər adınız doğru oxunsa, demək siz fəzadan anlayırsınız. Məsələn, mən sizin yaşınızda olda mənim bir dostum vardı. Mən cavan idim. Sizin yaşda deyəndə cavan müəllim işləyəndə bir müəllim vardı, sahib müəllim. Məsələn, avtobusda gedib birdən fəzadan gəlir bir sual olurdu. Deyir ki, bunu necə eləyərsən? Mən elə onu havada eləyirdim, bilirsən. Yəni təsəvvürüm çox güclüydü o. Fəza o qədər sadəlik əslində bir də orta məktəbdə düşən suallar. Yəni təsəvvürdən onun şəklinə çoxuna ehtiyac yoxdur. Kim gəlir? Kim özün yoxlamaq istəyir? Gəl etsin sən. Gəl Nihat. Şimdi başlayaq bu Kənandan. Şirin oğlanı, 400 yazır. Yoxla görə ya. Buradan. Səhvə yazırsan Kənan. Aydın da. Demək Kənandan yazır. Gedək Yesinə. Evet, maşallah olsun. Təbrik edirsən, Yesin. Siz yazırsan. Maşallah. Əzrəyə baxın. Bu Əzrək. Hamının yazısını öyrətdim, səni öyrədəməm. Əzrək o da düz yazır. Sonra gedək bu kimdir? Nihat. Nihatullah. Nihatullah böyle olmamalıydı. Nihat oldu yani. Təsəvvürün oldu da. Gələ bu bizim Caniye'de. Ay maşallah olsun. Caniye'de ben siz aylaşın. Caniye'de yanıma olun. Caniye tarih balasıdır. Caniye yazısı da hem de yazısına bakın. Əsl Elbus mənim yazısında olar. Səlgəli tarih balasına eşitməsin. Müadillerin müadillər məni güzel oluyor.